Ümumiyyətlə bu Azərbaycan bayrağını günlük kimi, çətir kimi istehsal edənlər beyinlərinə bir stopmu verirlər. Dayan, ağzıma gələni elə Azərbaycan bayrağı ilə. Hansı məntiqdir bu Azərbaycan bayrağından günlük kimi istifadə olunması? Bir də hələ utanmadan, qızarmadan bunu bir sosial şəbəkələrdə də yayımlayırlar ki, möhtəşəm Azərbaycan bayrağından günlük etmişi, bilmirəm istehsalçı haradır, bilmirəm satışını eləyən kimdir. Bir zəng eləyim ki, qardaşım, sən konkret damarından Azərbaycan qanı axır, yoxsa biraz desə qarışıqlığın var. Siz nə qədər ucuz bilirsiniz Azərbaycan bayrağını? Siz nə qədər sıradan bir şey bilirsiniz Azərbaycan bayrağını? Nə bilim, alıb biri süfrə kimi salır ki, şəhidimə ehsan verirəm. Bayrağı süfrə eləyir, atırsın onun üstünə. İrad bildirirsən, qarğışın biri, bir qəpikdən yağdırırlar səni, başa sala bilmirsən ki, ay insanlar, bayraq toxunulmaz deyə. Ramil Səfərov niyə həbs olunmuşdu? Çünki erməni Azərbaycanın bayrağına toxunmuşdu. Onda olan qeyrət sizdə də olsun da, niyə yoxdur? Ya həqiqətən də bunu alıb maşından günlük kimi istifadə edən insanlar olacaq. Var, heç olmasa siz almayın da, nə bilim, boykot eləyin də belə şeyləri. Yəni durub uşaq kimi anlatmaq lazımdır kiməsə ki, o bayraq uğrunda canını verən oğullar var idi. Müharibədə hamısının ürəyinin üzərində var idi. Deyirdi, bu mənim kəfən bayrağımdır. Bizim şəhidlərimizin məzarı başında kəfən bayrağından günlük kimi istifadə edilir bugün hansısa ağıldan kəm biri. Ay, bayraqdan günlük kimi istifadəsi üçün bunu istehsal edən şəxs, qırmızı rəng var ha. Yaşılı bilməyə bilərsən, göyü bilməyə bilərsən, qırmızı rəng şəhidlərimizin qanıdır. Biz erməniyə də deyək bayrağımıza, aşağılama bayrağımıza toxunma, Azərbaycanlıya da deyək bayrağı əl vurma. Bu nə deməkdir ki?